Deməli, ID, name, pin code, password, group. Bu mənim oldu nəyim? Entitim. İndi gəlin, biz adətən, yadınızdasa database ilə işləyən zaman ID-ni biz generasiya edirik, yoxsa özü. İndi o zaman bir dənə bütün filləri götürən konstruktor yaradıram. Bir dənə də nə edirəm? Generate ID-siz olanı. Constructor. Tamam. Olabilir. Getir setir. Tamam. Aha. Bu ne oldu? Plain old Java object. İndi. Ha? Pojo. Tamam. İndi bizim kesin də harda qalmışıq biz? Davada nəyimiz var idi bizim? Get all, save, get by index. Tamam. Bu məlumat tapılmayan zaman biz bunu eləyə bilərik. Optionla sevilə bilərik də, optional. Məlumat tapılmayan zaman nə ola bilər də? Ona görə nə etməliyəm? Mən optionla sevirəm ki, o null pointerdən qaçın. 3 dənə problemimiz var. Bu memoridə də bir dənə buradan silim bunu. Bunu silirəm. İmplementasiya edəcəm. Tamam. Gəlin burada da düzəldək. Sonra başımız ağrıtmasın. Ne? Hə, tamam. Görünür indi? Tamam. Haradır? İndi. Bizim memorimiz buradadır. Recursive cloningdən başlayaq. Elə. Recursive cloning nədir? Bizim memory olaraq, yaddaş olaraq bunu istifadə edirik. Student list. Collections nöqtə unmodified by list. Bu nə edir sənin? Yanınızda isə array var idi. Array'in ünvanını dəyişmək olmurdu. Amma onun indeksindəki məlumatını dəyişmək olurdu. Aha. Mən bunu belə eləməklə artıq məlumatlarımın dəyişdirilmədən təhlükəsiz formatda servislərin kontrollara ötürülməsini təmin edirəm. Yəni sən belə deyim, bunu elədikdən sonra buradakı student listin hər hansı bir indeksində olan məlumatı alıb dəyişə bilməzsən. Tamam. Aydın oldu bu recursive cloning nədir? Bu oldu A, bu oldu B. Bu da mənim ərliyim üçün yaradılan hip və yaddaş. Bu da olsun dəyərləri 1, 2, 3. İndi mən A da bura baxır, B də bura baxır, düzdür. Bu stack yaddaşı, bu hip yaddaşı. Bura qədər sual alan var. Aydın olmayan nəsə var. Tamam. Recursive cloning nədir? Bax, bu B A-ya bərabər düzdür. Mən B bərabər 0 eləsəm,
A yolu yaddan çıxır. A'nın yolu yaddan çıxırmı? Yox. Bu sadəcə yolunu itirir, düzdürmü? İndi, yaxşı. B'nin tutalım, B'nin. Birinci indeksi nədir burada hal-hazırda? 2, düzdür. Mən bunu bərabər edirəm ona. Bu gəlib 10 olur, düzdürmü? A'ya təsir edirmi? Eləyir. İndi rekursiv klonik odur ki, sən yolunu dəyişməyə ixtiyarın yoxdur, amma hər an onun daxilindəki elementi dəyişə bilərsən. Tamam. Yəni mən orada student list yaratdım. Onun hər hansı bir student list bir array formatında məlumatları saxlayır, düzdürmü? İndeksinə görə məlumat hər hansı bir studenti alıb, içərisində bir name'ini dəyişə bilərsən. Tamam mı? Yəni orada dəyişilən zaman onu hamıya təsir edir. Amma unmodify by list elədim, onu artıq find edir ki, bütün məlumatları. Tamam, dəyişə bilməzsən. Rekursiv klonikdə bu oldu. Və yaxud B'ni bir dənə yeni bir new array'ə mənimsətdim. Sağ olsun, new int olsun. Bu da olsun 3. Nə olacaq? B gəlib başqa bir array'ə baxacaq da burada, düzdür. A'ya nəsə oldu burada? Yox. Yəni yolunu dəyişə bilərsən, yolunu null eləyə bilərsən, dəyişə bilərsən. Bu əvvəlki dəyərə təsir eləmir. Amma bunun daxilindəki indeksi dəyişən zaman, indeksindəki məlumatı dəyişən zaman ona artıq təsir eləmiş olur. Rekursiv klonik budur. Qısası yolunu dəyişmək olar, amma indeksdəki məlumatı dəyişmək, təhlükəsizliyini təmin etmək üçün unmodify list edirəm. Tamam. İndi misal üçün gəlin save metodunu yazaq. Bunu necə yaza bilərik? Biz dedik ki, add eləməmişdən qabaq mənim burada avtomatik olaraq nə etməliyəm? ID generasiya eləməliyəm. Bu student nöqtə set ID. İndi bunu əllə private static final dəyişən yaradırıq biz count, sonra plus eləyirdik. Onu eləmək əvəzinə siz burada şey keçmişdiniz, mən biləm. Public final atomic integer. Keçmişdiniz də bunu. Avtomatik ID-ni təmin edir. Bunu yaratdım. Bu atomic integer var. Atomic integer nöqtə increment and get. Bu artıq mənim üçün ID generasiya eləyir, tamam mı? Bəli. ID-ni generasiya elədim. Tamam. İndi save metodundan başlayaq deploy eləməyə gedək. Gəlirəm hara, bu repositonu hələlik bağlayıram servisə. İndi. Bu dedik ki, servisə sorğu haradan gəlir? Controllerdən, düzdürmü? Controllerdən birbaşa entity işlənə bilməz. Gəlirəm burada public nə yazacağım? Geriyə student qaytarsın. Daha doğrusu yox. Student DTO qaytarsın. Student DTO create sorusunu yazıram. Bu create sorusu nə götürür özü ilə? Request olaraq. Create student request. Bunu da yazıram request. İndi nə? Niye qırmızıdır? Sən Lalə şey demiştin, model. Model burada istifadə olunur. Model içərisində request bir də nə olur? Response. Bir gedən sorğu, bir də qayıdan sorğu. İndi request olaraq mən nə istifadə edirəm? Create buradakını. Ctrl C. Aha. Response olaraq mən nə istifadə edirəm? Student DTO. Bura qədər sual olan var. Tamam.
Bunları import eləyək. Tamam. İndi gəlin sorğunun daxilindəkilərini yazaq. Onu sildim deyəsəm. Burada nə olacaqdır? Private request olaraq mən dedim ki, ID avtomatik olaraq generasiya olmalı, düzdür? Mən burada ID verməli deyiləm. Private, sonra nə var idi? String name. Private string fincode. Saat deyəsəm 9 oldu, amma getmirik. Getmək istəyən əlbəttə gedə bilər, qalmaq istəyəndə qalsın. Sonra nə var idi? Password. Nə var idi? Confirm password. Confirm password. Login kimi sign up sitesine. Nə? Sign up sitesine var. Mesela bir user yarandı. Aha. Ola bilər. Elementi qurmaq olar. Ən son nə var idi? Group var deyəsəm. Tamam. Generate. Bu olsun getter setter. En sonunda da bir dənə nə? ToString. Tamam. İndi geriyə çölə məlumat olaraq nə göndərmək istəyirdim mən? Artıq burada ID verə bilərəm. Niyə? Çünki mən database-də nə etdim? Atomic longdan istifadə edim. O mənim üçün bir avtomatik ID generasiya edəcək. Amma burada bir dənə hə? ID istifadə olmaq üçün nəsə görünməyə lazımdır. Olunur. Niyə olmasın ki? İndi bir dənə bir şey göstərəcəm sizə. Biz burada dəyişən olaraq nə istifadə edirik? Yəni data tip olaraq integer, düzdürmü? Integer necə tipdir? Referans, wrapper tayfa. Amma mənim DTO çölə məlumat olaraq integer istifadə etməyə ehtiyacım var? Yox. Sadəcə çölə məlumat tuturam da, yəni mən bura sorğu göndərmirəm ki, bu mənə sadəcə məlumat verəcək. Bunu artıq nə edirəm? Sadəcə primitiv tip kimi istifadə edirəm. Sonra nə var idi bizdə? String name. Private. Sonra nə var idi? Name. Fincode, hə. Fincode. Yazdım. Grup. Olsun. Yəni bura qədər məncə bildiyiniz şeylərdir. Sadəcə hələ ki class yaradıram. Constructor. Generate. Getir. Setter. Tamam. Şimdi sonraki bayanlarda bu gerçekte yaratmak. Filtren yaratıyorsun. Bir dənə fil yaratsan və salam. Yuxarıda da hə. Java'da işlemiyor. Yazın Java yaz. Yazın kod yazmak. Run düğmesi bas. Onsuz da bir 5 dəqiqə olacaq. Bir işlerden sonra unutursunuz bu ənənə qoşulmaları. Yox. Unutma yeter. Yok, bunu yok da. O Lazım olur çünkü. Nə? Bunlar Annene bir üstü. Pis momentde error tapamam. ola bilər əslində. Dede baba üstü. Yok söyle. Bir də görsən longbook işləmir, hə? Həmişə spinlə. Yəni web-ə çıxdısa, yəni həmişə spinlə. Zaten bilmeyi lazım ki. Bilmək lazım əlbəttə ki. Dar momentde düğmesi soruyor. Tamam. Deməli, sorğumun başladığı yer haradır? Main metoduna gələk. Controller. Yəni mən sadəcə servisdən də gəlib create metodunu çağıra bilərəm, düzdür? Amma çağırmağa icazəm yoxdur. Çünki inversion of control məntiqi mənə deyir ki, sən sadəcə controller .create bunu çağıra bilərsən. Bu da məndən nə götürür? Create student request tipli. İndi bu hələ ki indinin topiki deyil. Mən gəlirəm bura. Hara? Controllerə. Tamam. Başka bir video. Başka bir video.
Service.save. Ne oldu gelirsən şey? Sağ ol. İndi. Ne edəcəm? Mənim servisim məlumat olaraq kontrol edirəm nəyinə işləyir? DTO ilə düzdür. Geriyə mən save metodu empty qaytara bilmərəm. Çünki fikir verin burada. Bu nə qaytarır geri? DTO. Yəni servis metodu da nə etmək istəyir? Bu DTO edirəm bunu. Bu nə götürməlidir? Create student request. So. İndi. Yaxşı. Student da o servis sorğunu hara atır? Database-ə. Save metoduna, düzdürmü? Database nəyinə işləyir? Entity-lərlə. Tamam. Burada ama request-dir. Deməli, mən request-də olan məlumatları bir entity yaratmalıyam. Request-dən gələnləri ora constructor formata göndərməliyəm ki, onu databaza göndərə bilim. İndi gələk bir dənə student yaradaq. Student entity. Bərabər new student entity. Bunu belə yazmam məncə səliqəlisi olacaq. Bir dənə burada boş constructor yaradıram ki, bu mən gəlirəm bura. Aha. İndi student entity-nin nöqtə nəyinə? Set name-inə request nöqtə get name. Niyə ID-ni göndərməliyim? Çünki birinci növbədə ID-ni avtomatik generasiya olunur. İkinci növbədə burada yoxdur. Tamam. Student nöqtə set sonra nə var idi? Set fin kod. Nə? Request-dən gələn get fin kod. Tamam. İndi yaxşı sual verərsiniz ki, bəs bəlkə passwordla confirm password eyni deyil. Onu necə qarşısına almaq olar? Nə edəcəm? Burada bir dənə if yaradaq. Deyək ki, bəs request nöqtə get password. Nə? Normalde olar eyni olmalı deyil. Eyni olmalıdır. Bəlkə sorğu göndərən adam fərqli göndərir. Equals. Serviste yok ama değil mi onlar? Aha. Request nöqtə get confirm password. Deyirəm ki, bunlar eyni deyilsə, əks məntiq. Bir dənə ilə atdım qarşısına. Onu belə bağladım. Eyni deyilsə nə alsın? Nə eləsin? Throw new exception adı verək də bir dənə. Hə? Legal argument. Invalid. Yok, argument. Not nə vermiyorlar? İnvalid diye. Invalid input da input. İnvalid. Yox, ümumiyyətlə öz exception'ımız yaradaq da. Customer exception. Nə yazaq buna? Password not. Not same. Yeah, illegal password. Legal password. Invalid password. Invalid password yazıram mən yarısı. Invalid. Neyse bu önemli değil. O adres. Aha. Gəlirəm bura, bir dənə exception yaradıram. Exception nöqtə neydi onun adı? Invalid password adında bir paket yarattık bunu. Bunun run zamanı baş verməsini istəyirəmsə nə edirəm? Runtime.
Yox, class o. Generate constructor, bir dənə bunu götürürəm. Vəsə. Gəlirəm servisə. Bunlar eyni deyilsə nə etsin? Throw new invalid password exception. Vəsə. Password and confirming password Sen süper mesaj is not the same. Vəsə. Yəni sorğu gələn zaman password və confirm password eyni deyilsə xəta atacaq. Tamam. İndi entity-mi yaradaq. Əgər deyəlim ki, password və confirm password eynidir, davam eləyək. Student entity-nin .set passworduna request-dən gələn, yəni fərqi yoxdur, bunu get password da verə bilərsiniz, confirm də verə bilərsiniz. Amma birinci get password deyil, mən bunu verirəm. Sonra başqa nəyə qaldı student entity-nin? Set ID name password fincode, bir dənə qrup qaldı. Name fincode password. Request nöqtə get group. Vəsə. Nə? Passwordu verdim də. Tamam. Mən entity-mi yaratdım. Düzdürmü? Bax, burada uşaqlar. Bir entity yaratdım. Entity-nin məlumatlarına, setterlarına nə etdim? Request-dən gələn məlumatları göndərdim. İndi nə etməliyəm? Bu məlumatı bu bizim yuxarıda yaratmışdıq, student DAO. Nə üçün yaratmışdıq bunu? Student DAO .save. Artıq mən bura rahat bir şəkildə student göndərə bilərəm. Yaxşı, student məlumatlarını hardan aldı? Request-dən gələn məlumatlarla, düzdürmü? Bu nə oldu? Student entity saved, yəni yaddaşa əlavə olunmuş entity-dir artıq bu. Entity. Tamam. Mən bunu nə etməliyəm? Bu saved olunmuş entity-ni DTO-ya çevirməliyəm, göndərməliyəm kontrollərə. Tamam. İndi bunun üçün nə edəcəm? Nə etmək olar? Bilirsən, student DTO yaradaram. DTO. Siz bunu sadece bazı saklayacaksınız. Onu DTO'ya çevirmenin zaman nasıl var ki? Bəyaz kontrolləri ötürən zaman nə olacaq? DTO'nu ötürək. Ötürürəm deyil mi? Onu deyirəm. Siz bunu çevirip ötürürsünüz. Nəyi çevirirəm? İçinde password da olan da. İçində passwordu olanı mən bazaya yazmaq üçün istifadə edim. Yazılmaya çevirirsiniz. İndi DTO-ya çevirirəm. Bunu Geriyə qayıtmaq üçün. Amma DTO-ya çevirəndə DTO-nun daxilində password var? Yox. Demək ki, o passwordu götürə biləcək? Yox. Mən elə bir ki, həm passwordumu yazmış oldum, məqsədimə çatdım, həm də DTO formatda geriyə qaytardım. Password olmadan. nece olabilir? Password var. Göndərməyəcəm də. Burada benim hazır DTO var da siz onu çevirirsiniz. Nə? Orada sizin hazır DTO var da. Aha. Niye çevirik? Hanı DTO? DTO-nu adətən response kimi istifadə edirəm. Hansı məlumatların ki, çölə çıxmağını istəyirəmsə, onun. Onun içində password yox. Bunun içərisində password yoxdur. Düzdürmü? Bax, mən indi student DTO, bir dənə yaradıram student DTO. Bərabər new student DTO. Gəlin bunu construction eləyək. Bu student DTO-nun məlumatlarını hardan götürürəm? Bax, bu yuxarıdakı entity-dən yox ha. Burada saved olunmuş entity-dən. Bazaya yazılmışdan. Tamam. Saved entity nöqtə get ID-ni özü verir bax. Niyə? Çünki mənə avtomatik ID generasiya olacaq orada. Saved entity nöqtə get name, saved entity nöqtə get fincode. Bazaya yazılmışın içində password var da, sadəcə şöyle məlumat var. Hı -hı. Bunu da biraz səliqəli formatda belə eləyək. Aha. DTO-ya da məlumatlarımı ötürdüm. Geriyə artıq qaytara bilərəm. Onun için metod yazmamıştı. Nə? Construct'ta mən bilirəm. Bir dəqiqə. DAO elədiyimiz kimi də DAO nöqtəsi
Geri qaytarma deyilərək. Niyə? Bax, izah edirəm uşaqlar. Request'in daxilində nə var? Name, fin kod, password, confirm password, qrup. Düzdürmü? ID-ni mən generasiya eləyə bilmərəm. Okay. ID avtomatik generasiya olmalıdır. Ona görə burada ID-ni götürmədim. Bax, entity-yə baxıram. Burada sadəcə password var. Amma biz bir yanaşma təqdim elədik ki, bizim password adətən sosial şəbəkələrdə belə olur da. Bir normal password olur, bir də confirm password. Düzdür? Onun üçün create, yəni controller mənim nəyinə işləyir? Request-dən. Yəni bir servisə request göndərir. O request-i göndərən zaman bu servisdə. Hani bu? Bu özündən bir dənə request götürür parametre olaraq. İndi mən servisdən servisə sorğu controllerdən gəlir. Amma eyni zamanda bunları databazaya əlavə eləməliyəm də, düzdürmü? Databaza mənim nəyinə işləyir? Entity ilə. Tamam. Mən demək ki, burada bir entity yaratmalıyam. Bax burada. Bir də entity yaratdım. Bu entity-nin məlumatlarına bu request-dən gələn məlumatları setterlərini göndərir. Setter vasitəsilə göndərdim. Aydın olmayan nəsə var burada? Tamam, bunu göndərdim. Bunu eləməkdə məqsəd nədir? Yəni bu məlumatı entity-yə göndərdim. Neynirəm? Student.dao. Buradakı save metodu ilə buradakı studenti save elədim. Bu mənə nə qaytarır? Saved bazaya əlavə olunmuş entity. Düzdürmü? Bu bazaya əlavə olunub. Mən bunu neynirəm? DTO-ya çevirib controllerə ötürməliyəm. DTO-nun içərisində password yoxdur. Neynirəm burada? Bir dənə DTO-nun constructor yaratdım. Bu əlavə olunmuş, saved olunmuş entity-dən gələn məlumatları göndərdim bunun daxilinə. Çünki ID axı generasiya olunur avtomatik olaraq. Mən bu ID-nin rahat bir şəkildə istifadə edə bilirəm.